Salam, salam değerli hemkarlar. Hər birinizi xoş gördük. Bir gün öncə Eşqi Bağırovla bağlı elədiyim paylaşmaya üst-üstə 68 mindən çox yoldaş baxıb. Çoxlu rəylər yazılıb. Ən maraqlısı odur ki, rəylərin heç birində bir nəfər də olsun bir xoş söz yazan yoxdur. Bir xoş söz yazan yoxdur. Bu düşünürəm elə Emin Əmrullayevlə bağlı da bütün paylaşımlara baxırsan həmin şeydir. Yəni ölkə təhsilini bu qədər bərbad hala salanlar necə ola bilir ki? Yəni bu qədər görsənmir ki, bunlar axı doğrudan da ölkənin təhsilini məhv edirlər. Göz görə məhv edirlər. Təsəvvür edirsinizmi? Demək, Lerikdə bağlanan məktəbləri, şagirdlərini hansı məktəbə ki birləşdirilib, qonşu məktəblərə daşınması təşkil olunmur. Üstəgəl, bağlanan məktəbə təzədən şagirdləri yığırlar. Həmin bağlanan məktəblərin binalarında bunlara onlayn dərslər keçirlər. Belə absurd yanaşma var. Mən bəzən bunlara taxtabaş deyirəm. Deyirlər ki, ay müəllim demək yine. Amma reallıq budur da. Yəni, necə ola bilir? Sən məktəbi bu yandan bağlayırsan. Sonra yenə şagirdləri yenə o məktəbə yığırsan. Sonra da bunlara həmin məktəbdə qalıb başqa məktəbin müəllimi tərəfindən onlayn dərs keçirdirsən. Bu necə yanaşmadır? Bu insanların təhsil hüququ ilə bu dərəcədə oynamaq nə deməkdir? Təsəvvür edirsinizmi? Artıq tədris ilinin 1-ci ayı bitir, 5-ci həftəsi də artıq bitir. Reallıq nədən ibarətdir? Reallıq ondan ibarətdir. Hələ məktəblərə vakant getməyib. Vakant müəllimlər getməyib. Bizim onlarla, yüzlərlə məktəblərimizdə müəllim çatışmamazlığı var. Tədrisi təşkil eləmək olmur. Keçən videoda da sizdən danışdım. Demək, xarici dil, deyək ki, İngilis dil müəllimi yoxdur. Deyirlər ki, gələ Rus dilini keçkinə. Rus dili yoxdur, deyirlər İngilis dilini keçkinə. Bu ölkə təhsilində heç kim oturub fikirləşmir ki, axı bu təhsil hüququ pozulan şəxslər, bunlar sabahki Azərbaycan vətəndaşıdır. Emin Əmrullayev utanmadan çıxıb təhsil islahatlardan danışır. Bunu bir görən olsa bir soruşun, sənin təhsil islahatların budurmu? Peşə təhsilinə baxsan həmin vəziyyət, məktəbə qədərə baxsan həmin vəziyyət, ümumi təhsilə baxsan həmin vəziyyət. Bunlar da bir-bir yerləri boşaldırlar, azqranatadan kadrları gətirirlər. Mən elə düşündüm, doğrudan da elə keçən səhərdə dedim, bizim Elm və Təhsil Nazirliyinin Şərəfçılıq Nazirliyi eləsinlər də və yaxud da bu necə ola bilir? Bir şirkətin, şərəfçılıq zavodunun şirkətinin əməkdaşları kütləvi şəkildə aparıcı vəzifələrə göndərilir. İndi Eşqi Bağırovun icra başçısı getmək məsələsi çıxıb ortaya və bu məsələ həll olunandan sonra yəqin ki, Azqranatadan da birini gətirəcəklər, müddəyə rəhbər qoyacaqlar. Bakı təhsilində bərbad vəziyyətdir. Burada Emin Əmrullayevin tələbə yoldaşı var, bir Nərmin xanım. Bu ancaq bunun işi gücü pul alıb, demək müavinləri yerləşdirməkdir. İndi bu Nərmin xanım da tezinə Emin Əmrullayev buna söz verib, səni nazir müavini aparacam. Demək Emin Əmrullayev Eşqi Bağırovu da təmizləyəndən sonra növbəti addım nazir müavinlərinin dəyişdirilməsidir. Çünki nazir müavinləri onun komandasından deyil. Və artıq indidən Nərmin xanıma söz verib ki, Amerikadan gətirəndə də belə idi ki, bəs səni nazir müavini edəcəm. Bakı məktəbləri demək olar ki, idarə olunmur. Bakıda 350-yə yaxın məktəb var. Hər 3-4 məktəbin birinin direktoru həvalədədir. Mavin vəzifələri boşdur.
Sanki ölkə təhsilini bilərəkdən dağıdırlar bunlar. Artıq dağıdıblar, bir şey qalmayıb. Və minlərlə, 10 minlərlə şagirdlərin təhsil hüququ qalıb çöldə, heç baxan yoxdur. Bunlar hələ vəzifə uğrunda, mövqe uğrunda müharibə gedir. Görək nə baş verəcək, görək nə olacaq. Bu yandan da xəbərlər yayılır ki, burada 36 milyon dedilər, 46 milyon dedilər. Şərq-Qərb nəşriyyatı ilə Emin Əmrullayevin müqaviləsi var. Bilirsiniz ki, Şərq-Qərb nəşriyyatı da Ramiz Mehdiyevindir. Bax beləsinə, Azərbaycanın təhsil büdcəsini sağa sola dağıtmaqla özlərinə dost tuturlar. Ad olanda deyir ki, biz təhsil islahatları aparırıq. Hə, Emin Əmrullayev, budur sənin apardığın təhsil islahatları. Heç olmasa bir insanın özündən bir utanmaq hissi olar da. Yəni bu 10 milyonun aşağı yuxarı 90% təhsillə bağlı insanlardır. O cümlədən də hələ 1 milyon 700 min ümumi təhsildə şagirddir. İşçi müəllimlə bir yerdə bu hələ 2 milyonu təkcə ümumi təhsilini payına düşür. Təkcə hələ prosesdə iştirak edən. Hə, valideynləri də nəzərə alsaq, bu da üstünə gəldi bir 6 milyona yaxın ümumilik deyilir. Görək necə olur. Siz rəy bölməsində fikirlərinizi yazın. Hərə öz məktəbində, öz regionunda təhsildə baş verənlərlə bağlı məsələləri paylaş. Regional təhsil idarələrinin fəaliyyətindən çox ciddi nöqsanlar şəxsidə yazırlar. Hamı elə fikirləşir ki, bizim hansısa bir səlahiyyətimiz var. Siz özünüz də belə bir telefonu götürüb, kompüteri götürüb bir video çəkə bilərsiniz. Hərə öz ərazisində olan negativ halları işıqlandıra bilər də. Nə fikirləşirsiniz, bunu sizin əvəzdə kimsə görməlidir, etməlidir. Video harada qarşısa çıxır, heç olmasa bunu müəllimlərə göndərin, müəllimləri oyadın, maarifləndirin ki, Emin Əmrullayev və onun belə deyək, biznesmen və yaxud da ki, kommersant, alverçi qruplaşması Azərbaycan təhsilini necə dağıdır, necə məhv edir. Təşəkkür edirəm. Bugün müstəqilliyimizin bərpası günüdür. Çox heyif ki, Azərbaycan tarixinin belə gözəl bir dövründə xarici qrantlar hesabına oxuyanlar Azərbaycan xalqına divan tutur. Azərbaycan təhsilini məhv edir. Emin Əmrullayevin simasında, Elnur Əliyevin simasında. Deyirik, yəqin ki bizi eşidirlər, bizim bildiyimizdən qat-qat daha çox bilirlər. Görək. İnanıram ki tezliklə Emin Əmrullayevin bu yırtıcı, gəmirici qruplaşmasının sonu gəlib çatacaq. Azərbaycan təhsilinin tamamilə məhv edilməsi, dağıdılmasının qarşısı alınacaq. Təşəkkür edirəm hər birinizə izlədiyinizə görə. Videonu paylaşmağı unutmayın.